herkese. Olmalıdır herkese. Olmalıdır herkese. Bu topraktan pay olmaz. Bu topraktan pay olmaz. Bu topraktan pay olmaz. Bu topraktan. Birincisi traktörün şampiyon olma halinde. Ne edək və nə etməyək. Məncə bu ide çox gözəl bir idedir ki, bu gündən düşünüb daşınmamız və plan tutmamız lazımdır. Məncə indi bu saat buna düşünmək o cəhətdən önəmlidir ki, Azərbaycanın, yəni Türk Milli Hərəkatının etirazları bugün bizim təcrübəmizə görə fəqət milli adına meydana çıxanda sərkubuna qarşı-qarşıya gəlir və izhar varlıq hətta belə eləyə bilmir. Amma indiki təcrübə bizə bir imkanı nəmayişi qudrət və nəmayişi varlıq deyildik İranda ki, bu iki dənə faktordan meydani hərəkətdə və varlıq göstərməkdə və hətta güc göstərməkdə istifadə etmək lazımdır. Bir, Azərbaycan sevər dinilər ki, sekulər milli hərəkətin və dini kəsiminin işbirliyində Urmiyyənin təzahüratı meydana gəldi. Bu çox böyük bir addımdır. Çox böyük gələcəyə təsir qoyan bir roldur. Yəni bu faktoru Azərbaycan sevər və ya Türk sevər dinilərdən hakimiyyətin içindədirlər, yanındadılar, kənarındadılar, silah tələbdilər, nədirlər? Onlarla işbirliyin. Bu bizim şəraitimizin icabatıdır. İndi burada təhlil qoymuram nədən ötürü, amma bu bir dənə yol idi ki, bizə açıldı da. Bu Urmiyyədə istifadə oldu. Bizim aktivistlərimiz indi içəridə düşünməlilər ki, bunlarla bərabər yürümək lazımdır. Əlbəttə Pezeşkiyanın meydana gəlməsi bu türk sevər, Azərbaycan sevər dini kəsimə milli hərəkət varlıq göstərməsinə şərait yaransın. Onu diqqət mərkəzindən atmamamız lazımdır. Bu bir idi. İkincisi nədir? Türk hərəkatı Azərbaycanda və kolli İranda varlıq göstərsin, traktordur. Orada da bütün meydanı vərzişidir, şüarlar, sevinç göstərmə və onun əsnasında Azərbaycanın və ya hərəkatın şüarları meydana gəlsin. İndi traktorun birinci şampiyon olması bu çox böyük bir etkili bir hərəkət olacaq. Həm Azərbaycan içində və həm Azərbaycan eşiyində. İttifaqən mənim nəzərimə Azərbaycan eşiyində ələl xüsus Tehranla kərəzdə bizim hərəkətə nəmayişi qudrət, yəni həyati rol oynayan faktordur. Yəni bu hərəkət içində Urmiyədə oldu ha. Belə bir hərəkət Tehran və Kərəcidə meydana gələ bilsə bir səbəbə görə. O səbəb də feylən bizim əlimizdə olan səbəb traktordur. Başqa bir səbəb yoxdur feylən. İndi baxacağız gör ki, nə zaman belə bir səbəb meydana gələcəkdir məsələn. Mümkündür bir ayrı şəraitdə o 85-in hadisəsi Tehranda da reaksiya düzəltsin və onu nümayiş etdirə bilsin. Çünki 85-də qoymadılar Tehranda nümayiş olsun. Yəni Türklər qərar deyirsin məclisin qabağına. O zaman Tehranda tamam metrolar və otobuslar ki məclisə tərəf gedirdilər. Onları rəsmən tətil elədilər, bağladılar ki kimsə gedə bilməsin. Yəni yolu bağladılar ki cəmaət gedə bilsin ora. Dər vaxt o işi nakam qoydular o zaman. Amma onda hərəkət milli girayiş belə bir təşəbbüs etmişdi. O da bir cür ola bilmədi. Amma Tehranda bir daha çox böyük bir istedad var. Çox böyük istedad. Yəni bu Urmiyədə göstərdiyi istedaddan hətta deyərəm çox. Əgərsə bir gün bu gücü Tehranda bir araya gətirə bilsə ki, varlıq göstərsin də onun binası qoyulub. İndi bu saat traktor məsələsində o varlıq imkanı göstərməsi var. Ya göstəriş imkanı vardır. Ona görə bunu ciddi almaq lazımdır. Yəni ikinci faktor ki, hərəkətin varlıq göstərməsinə şərait yaradı traktordur. Yoxsa bu məsələdə indi nə edək? İndidən zəmini, zehni yaratmaq, məsələn ədəbiyyat yaratmaq, şuar yaratmaq, məsələn kliplər yaratmaq, indi qısa mətləbləri ki yayılsın və zəmini, zehni yaratsın. Bir tərəf qəziyyə bu təkliflərdir ki, buya vermiş. Bir tərəf də içəridədir. İçəri ilə müzakirə etməyimiz lazımdır. İçəri ilə orqanik bir rabitəyə girməyimiz lazımdır.
fikri ki vardı, bunu bəsləyin, barındırın, yəni nəqd eləyin ya filan eləyin, içəri ilə uyğunlaşdırın. Nə cürdür münasibdir, buna hazırlıq keçsin bir dənə. Bir də o liderlər ki var traktorun oynananda, o liderlər o qədər geçsin qabağa ki, o liderlər də bu mövzulardan xəbərdar olsun ki, bu cür bir hazırlıq gedir. Yəni geçsin traktorun bədənəsinə, əlal xüsus o liderlər şuar filan zət verirlər. Yəni buna bir hazırlıq olmağı lazımdır. Təəssüflə İran kimi, yəni bu cür qeyri-orqanizə bir toplumda bir ittifaq düşür, o bir qaçırıq dalısıca. Yəni təşkilatlarda, siyasi hərəkətlər qaçırıq dalısıca. Bu yanlış bir yöntemdir də siyasətdə. Sən yön verəcəksən deyə. Demirəm bu iş olacaq ya olmayacaq, amma sən təşəbbüsü eləməlisən də. Bu sözdəki qoymasında traktor qəhrəman olsun, şampiyon olsun, bu düz sözdür. Yəni Vəzarət İttilaat çalışır ki, bu iş olmasın. Yəni həmişə ya Persepolis ya İstiqlal, da onların öz zırnaları çalınsınlar. O vardır. Amma futboldur, yəni bu iş mümkündür yəni. Mümkündür. Əgər bir gün ora gələ ki, traktor, məsələn Persepolislə ya İstiqlal'la qəhrəman şey oynayan, vəziyyət mümkün elə gələ ki, eləyə bilməyələ qabağına olar. Onda başqa çarə yoxdur, bu hadisə ittifaqsız düşəcəkdir. Bir dənə də başqa bir hazırlıq mənim nəzərimə düşünmək lazımdır. O da budur ki, traktor əgərsə 1-2 müsabiqəsinə gedə, yəni qəhrəman müsabiqəsinə gedə, məsələn Persepolislə ya İstiqlal'la, onda qoymasalar ya qəhrəman olmasa bir etiraz məsələsi meydana gələ bilər. O etiraz məsələsi də özü elə bir dənə təşəbbüs ehtiyacı vardır. Yəni hazırlıq ehtiyacı vardır ki, indi ki belə eləyib də bir etiraz çıxıb, bu etirazı varlıq nümayişinə çevrilsin deyə düşünmək lazım. Yəni hər iki tərəfinə. Həm əgər qəhrəman olsa, həm əgər qoymasalar qəhrəman olsun, yəni etiraz kimi olar. Bir şadlıq kimi meydana gələ qəhrəman olsa, bir də etiraz kimi meydana gələ ki, qoymasalar. Bunların ikisindən də varlıq göstərmək üçün məncə həm Azərbaycan özündə və diqqət eləmək lazım ki, bu Tehranla kərəzdə bir hərəkətdə yaranmasına, bir varlıq göstərilməsinə şərait yaratsın deyə indidən ona düşünmək yaxşıdır. Çox təşəkkür, çox bağışlayın, uzun oldu.